Günahların zərərlərindən biri də odur ki, yəni günahlar çoxaldığı zaman sahibinin qəlbini möhürlənməsinə səbəb olur və bununla insan qafillərdən olur. Necə ki, sələflərdən biri deyir ki, "Kəllə bəl rana alə qulubihim mə kanu yeksibun." Allah Teala bu ayəsi haqqında, xeyr, əksinə onların qəlbləri qazandığı günahlara görə günahlar qəlblərini qaplamışdır, yəni bürümüşdür. Necə ki, dənizdəki daşı mamır əhatə etdiyi kimi və günahlar da insanın qəlbini o cür bürüyür. Və sələflər deyir ki, bu da nədir? Günahdan sonra günahın işlənməsidir. Həsən-i Basri rahimehullah deyir ki, günahın üzərindən günah o qədər işlənir ki, nəhayət insanın qəlbi kör olur. Və başqası isə deyir ki, günahlar çoxaldığı zaman qəlbini bürüyür, qəlbini əhatə edir. Və bunun da əsli odur ki, insanın qəlbi günahlardan paslayır. Əgər günahlar çoxalarsa, o pas da çoxalır, nəhayət ayədə keçən rana çevrilir. Və sonra daha da artaraq, yəni möhürə, qıfılla çevrilir, kilitlənir və həmçinin qəlbə pərdə çəkilir. فإن حصل له ذلك بعد الهدى والبصر انتكس فصار أعلاه أسفله فحينئذ يتولى عدو ويسوقه حيث أراد. Əgər hidayətə gəldikdən sonra ona bu hasil olarsa, elə bir ki, insan təpəsi aşağı çevrilmiş kimi olur, yəni yuxarısı aşağı olur və beləliklə onun düşməni onu dost tutur və sonra istədiyi tərəfə onu yönəldir. Həmçinin günahların zərərlərindən, pis aqibətindən odur ki, yəni günahlar insanın qəlbində olan qeyrət alovunu, atəşini söndürür. Hansı ki, o qeyrət insanın həyatı üçün və onun islahı üçün təbii hərarət kimidir. Necə ki, təbii hərarət insanın bədəninin yaşaması üçün və eyni ilə də insanın qəlbində olan qeyrət də onun həyatı və islahı üçündür. Deməli, qeyrət onun hərarətidir və onun alovudur. Hansı ki, onunla, o qeyrətlə insanda olan xəbislik, çirkinlik və məzəmmət olunan sifətlər çıxardılır. Necə ki, körük qızılın, gümüşün və dəmirin pasını, çirkabını çıxartdığı kimi.